Bugün Azərbaycana dövlət səfərinə gələn Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevi qarşılayıb. Fəxri qaravul dəstəsinin rəisi Özbəkistan prezidentinə raport verib. Özbəkistan və Azərbaycan dövlət himnləri səsləndirilib. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib. Sonra rəsmi foto çəkdirilib. Qeyd edək ki, Özbəkistan prezidenti Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşünə qatılacaq.